Ümumiyyətlə kişilikdən normalla danışmaq mən onu sənə deyim. Hə, gəl qulaq. Ay sağ ol. Sən İndi Savuş deyəcəm sənin nəyindir? Deyəsən ki, bu canlıda mənim yaxınlarıma qarşı etikadan kənar. Ver burada. Savuş qulaq. Savuş dedim, yaxşı nə deyim? Sən nə deyirlər ki, vəbşi? Mənim adım Rəhmandır. Hə, Rəhman, laf yaxşı, hə, Rəhman. Hə. Bax qulaq. Sən haqqında bir dənə video çəkdim, paylaşdım. Sən təriflədim də videoda. Mənim TikTokda qabağıma çıxan videolar oydu ki, sən öz aləmində məzələnirdin. Mən də dedim ki, qoy biz də video çəkək görək, bizim reklamımızı bəyənmirsənsə, sənin reklamın necədir? Sən deyirsən ki, bəs Şıkımqa Azərbaycanda olan mənəm, sənsən Rusiyada rahat oturmusan. Yəni, plus da ki, gəl bax səndən səmimi söhbət eləyək, açaq dairəkli göstərək, deyirsən birinci söz söymüsən, mən sənə birinci söz söymüşəm, kişi kimi düzündür. Və mən sənə söymüşəm bir dəfə heç olmasa. Ver bura, abi mənim telefon burada deyə. Mən sənə... Ver bura, yox, ver. Direktdə birinci söz kim söylüyor? Bura mənim deyə. Ona bir danışır. Ya birinci məndən sonra sən danışır. Danış. Hə, qulaq, bax. Mən sən haqqında video çəkdim. Dedim ki, bu qaqaşı halaldır. Reklam orasını görməmişəm. Mən orasını görməmişəm. Mənim qabağıma çıxan odur ki, sən öz aləmdə mırtdaşırdın məndən. Onun üçün orasını görməmişəm. Onda bir dənə dinlə məni. Qaqaş, bax, mən qəti şəkildə ağzımdan artıq söz çıxası deyil. Bir dənə dinlə məni zəhmət olmasa. Bax, mənim qabağıma videolar çıxıb, mən görürəm ki, sən orada mırtdaşırsan. Düzdür? Mən də buna aid video paylaşıram. Sən başlayırsan və plus bunu sənə bildirim ki, mən qaqaş avtosalonda işləyirəm. Burada lap işçiyəm, fəhləyəm, 5 manat qazanıram, 100 manat qazanıram öz işimdir. Heç görmüsən ki, mən video paylaşım deyim, bir dənə qulaq asın. Ay qaqa, bir dənə qulaq asın. Video paylaşım deyim ki, Zevs bu işlə məşğul. İndiyənə kimi mən nəsə məndən kiməsə qarşı artıq bir şey görmüsünüz. Heç kimə qarşı. Qaqaş, mən jurnalist deyiləm, mənim işim deyil. Mən oturub boş-boş danışası deyiləm ki, kim nə işlə məşğuldur. Mən sənin paylaşdığın videoya cavab paylaşmışam. Mənim nə işimə qalıb ki, Zevs nə işim? Sən cavab paylaşmışsan, cavab üçün paylaşa bilərdin ki. Ay qaqaş, sən özün bilərsən nə işlə məşğulsan. Amma sən durduq yerə bilsən necədir? Düz edirsən. Yapışan adam var, yapışmayan adam var. Səy adamlar var ki, TikTokdan nəmi belə düşü-düşü istifadə edir, sən də onlardan mırtdaşırsan. Mən əziyyət çəkirəm. Mənə deyirsən ki, sən videoya belə başlayırsan, nə bilim deyirsən. Qaqaş, sözsüz ki, mənə ləzzət eləmir. Qayıdıb orada mənim markamda ad qoymuşam Sabuli. Ay nə bilim, bundan da belə qəribə adlar qoyanlar var. Sən mənim adımı ilişirsən. Nə bilim, qəribə danışırsan. Qəribə danışırsan. Mən də deyirəm ki, qoy onda sən belə mənim reklamımı bəyənmirsən, mənim işimi bəyənmirsən. Gəl sənin gördüyün işlər haqqında da danışaq da. Niyə sən mən təhqir eləmişəm? Bax YouTube-da video paylaşırsan, YouTube bir dənə olar qulaq as. Mən bitirim, sonra danış. Nə səhv deyirəmsə deyən ki, bunu burada səhv deyirsən. Bax YouTube-da video paylaşırsan, başlayanda məni sövsən. Bəlkə videoda söymüşəm səni. Yoxsa söyməyə mənim dilim ağzım yoxdur. Yox, bu dəqiqə mən səni burada söysəm, sən məni yeyə bilərsən. Sən Rusiyadasan, mən Azərbaycandayım. Düzdür? Söyə bilərəm də tabi. Lap mən qorxaq oğlanam. Lap mən qorxağam. Bu dəqiqə oturub burada səni tam rahat şəkildə söyərəm. Sən məni niyəsən. Bunu mən özümə yaraşdırmıram. Amma sən özünə yaraşdırırsan ki, YouTube'da video başlayırsan məni söyməyə. Güya sən burada ucalırsan. Nə söymüşəm ya? Hani Qaqaş, sən adi gələ bilər, amma onlar normal şeylər deyil axı. Sən elədiyin şeylər normal deyil. Bax, real həyatda mənim 25 yaşım var. Real həyatda biz üzbəüz gəlsək, heç bir problem olmadan. Oturub normal danışıq, görərəm ki, sən də normal insansan, mən də normal insanam. Amma sənin bu sosial şəbəkədə, nə bilmirəm, qabağa getməyə şəklin, videoların, konseptin düzgün deyil. Kimsə söyməklə tanınmağa qalsa, vallahi billahi onu hamı bacarar. Maraqlı şeylər paylaşırdın əvvəl. And olsun Allah, yalan deyən oğlan kişilikdən kənardır. Mən sən videolarına oturub baxırdım. Əvvəl maraqlı videolarım var idi. Belə şey danan oğlan deyiləm mən. Amma sənin baxırında elədiyin hərəkətlər, bax görürsən, mən sənə səfər sən uzunluğa qaç danışdın axı. Mən sənə 30 saniyə söz deyəcəm. Amma sənin baxırıncı, bir dənə sözümü qutarım danış. Sənin baxırıncı elədiyin hərəkətlər, qaqaş, həqiqətən düzgün deyil. Mən səni söyməmişəm, sən də mənə video çəkib paylaşa bilərsən ki, ay Rəhman, sən mənim işimə gücümə ilişirsən, get işindən məşğul ol, sən get öz işindən məşğul ol. Sən qayıdıb deyəmərsən ki, ay Rəhman, səni belə-belə. Niyə qaqaş, sənin buna haqqın yoxdur, sən mənim ailə üzvlərimi söyməyə sənin haqqın yoxdur. Nə də mənim sənə haqqım yoxdur. Ay qaqaş, sənin dediyin ağzı YouTube'da çıxan kəlmələrin dərinliyinə gedəndə ucu gedib hara deyil. Ucu gedib hara dəymir axı. Abi nə danışır? Ucu elə sənə toxunur yəni, sən beləsən yəni. Yox, ay qaqa, sən yaxşı elə deyirsən, bura var da sən Allah. Mən onları istifadə eləmək istəmirəm. İndi mən ailələrə baxıram. Ay Rəhman, bax qulaq asma. Qulaq asıram sənə. Hə.
Bax səni tərifləmişəm. Ya məni boş sən tərifləyirsən. And olsun aləmlərin Rəbbinə sən məni tərifləməyi görürəm. Bildim qulaq as, ola mən danışım. Bir 40 saniyə timer qoyacaq olmasa. Sən tərifləmişsən, sən də mənim haqqımda paylaşsan ki, yəni bu işverənlik deyirsən nədir də? Ay sən cəmaatın balasını nə bilim, sən cəmaatın nə bilim balasının evini yıxırsan, nə bilirsən? İşverənə mən peysər kimi bax. Bax belə deyim də sənə. Bax indi bax belə deyirsən. Yoxsa mən yaxşı reklamlarla danışıram. Sənin dediyin söz var. Mən də elə oğlana qeyrətsiz kimi baxıram ki, otursun özü cibinə 5 manat gedəcək deyə cəmaatın anasını ağlar qoysun. Bax mənə nə qədər oğlanlar yazır ki, Zevsə görə maşınımı itirmişəm. Zevsə görə evimi itirmişəm. Onda get Emin ağlar. Zevsə görə ay qardaş onlayn kazinodan söhbət gedir. Onlayn kazinoda uşaq girə bilmir. Ora uşaq girə bilmir. Ora girənlər bilir nəyi necə eləmək lazımdır. Ora uşaq girə bilmir. Sən uşağı alladırsan, başa düşürsən. Sən uşaqları alladırsan. Sən özün bu sözlərlə mənə problem yaratmırsan. Amma ora qardaş başqa mövzudur. Plus da ki sən mənim dəymə. Bir dənə qulaq as da. Bax indi səndən söhbət edir də. Sən mənim dəymə taxta qapıma, döymə mənim taxta qapımı, döyməyim sən dəmir qapını. Mənim nə işmə lazımdır ki, mən qaydım sənə nəsə deyim. Bax, burada yerə bir şey çəkirəm. Mən cana boğaza yığılmışam. Azərbaycanda ümumiyyətcə bu bilmirəm nədirsə, kimsə nəsə eləmək istəyir. Sənə demirəm, sən mənə görə tutuzdurursan zaten. Sən belə tutmasın, izləyici kütlən də var. Amma kimsə nədənsə reyting tutmaq istəyirsə, ancaq məni qoyur müzakirəyə, məndən danışır. Ay qardaş, mən əziyyət çəkirəm, başa düşürsən, işləyirəm. Mən tutamıram burada. Şimdi mən bəhlətçilikdən başlamışam, mən təkrar qaraldırdım. 6 manata aksiyant işləyirdim, əziyyət çəkirdim. Mən bundan başlamışam. Bugünkü gündə də nəsə eləmək istəyirəm biraz qabağa gedim də, bildiyin əziyyət çəkirəm. Amma mənim əziyyətimi sən orada lağa qoyursan, bu mənim özümə pis təsir edir. Nəyə lağa qoyuram? Bir dənə lağa qoyulmalı bir şey bilir, mən də gələ göstərim internet itkünündən. Nəyə lağa səni tərifləyirəm, deyirəm bu insana öz obyektini sahibkar kimi belində müşəh daşır yəni. Cəmaət bunu gördü. Bax, mən də indi gəl telefonu ver göstər. Ver bura bir dənə telefonu, xahiş edirəm. Bax bir-birimizi dinləyirik də burada mədəni. Mən sənə söyüş sevmirəm, Zevs. Söyüş sevməyə qalsa qaqaş, belə çıxmasın, sən də bazbortda oğlansan, mənə nə olur ki, ağzımızda sözümüz var, əlimiz var, qolumuz var. Üzböz gələrik, kimin gücü kimə çatar. Amma burada oturum canlıda... Mən üzböz sənə gələ bilərəm, mən sən irisən. Allah and olsun gələ bilmərsən. Vallah gələnmərsən, sən elə bilirsən. Mən də onda gələ bilmərəm. Bir an dursan, bu evə baxın, Bənizar da deyirdi, bu evə dur baxın. Arkadaş, xeyr də ver. Bir daha baxın, bu evə. Ay, çəkmişdin, sonrası belə... Yox, bir deyib paylaşıblar. Paylaşıb sən özün paylaşdığını bilmirsən. Sən bilirsən, sənin taktikan budur. Sən bilirsən nə edirsən. Başlıqda başlayırsan adamın cındırını çıxardırsan. Axırda da deyirsən ki, ay zarafat eləyirəm. Bu həqiqətən niyə zarafat edirəm ki? Bura var bir dənə, mənə var bir dənə. Qulaq. Sən bayaqdan elə qoyubsan üstünə, danışırsan bilmirsən. Kişilikdən kənar olar o oğlan ki, canlı yayında etikadan kənara çıxar. Mən sözümü dedim sənə. Bax, yadda bir şey sağla ki, burada ailələr baxır canlıya. Ailələr yox, mən var bir dənə qulaq. Hər ailə mən hörmət edirəm söhbəti. Ailəni fikirləşir oğlan. Ailə hörmət edən oğlan söyüş. Yox, ailəni fikirləşirsə canlını söndür də. Nə qalmaqalı yaradıbsan ki, Azərbaycan. Nə qalmaqalı sən yaratmısan. Mən səni. Nə yaratmışam, amma canlı maşın təkəri çəkirəm. Maşın reklam edirəm. Sən qoymusan mənim haqqımda orada danışırsan. Bəlkə o şey reallıq sən harda olardı? Reallıq orada olardı ki, Rəhman durduq yerə Zevsi ilişib. Hə, Rəhman deməli burada nəsə güdür. Nəsə güdür. Mən səndən heç nə güdmürəm, ay Zevs. Qaqaş, mən güdasan, məndə nə var ki güdasan? Yəni izləyici zat mənə heç nə lazım deyil. Mən özüm burada əziyyət çəkirəm. Qaqaş, mənim videomu 100 nəfər də baxır. Yox, sənin videolarına məndən çox adam baxır. Onu nəyə danışırsan? Onda belə danışır da Zevs. Hələ TikTokda partladısan da. Allah səndən razı olsun. Bax, işində düzəldibsən. Yəni amma dişlərimi olsun ki, yəni işvərənsən. Ay görsən, işvərən deyirsən, dişlərimi ilişirsən. Belə çıxmasın mənim dişlərimdə. Məsələn, gül kimi işim var, Allah köməyin olsun. Mənim dişlərim xarab olub, mənə qulaq as, dişlərim xarab olub, gəlib dişlərimi düzəltdirmişəm. Sən mənim vizual xarici görkəmimdə nəyə ilişirsən? Ola bilər, amma sənin xislətin xarabdır, qaqaş. Xisləti xarab, mənim dişim belədir, bu düzələ bilər, bu sarala bilər. Sən amma xislətin düzələsi deyil. Bir insan ki, nə qədər ki, belə o qəlbində çirkinlik var, o da qalacaq. Mənə 10 dənə reklamdan 9-u, bax elə reklamlardır. Özün də bilirsən ki, çox yaxşı pul verirlər ki, bunu reklam elə. Mən onu özümə yaraşdırmıram bir oğlan kimi. Amma sən yaraşdırırsan, mən, bax bir dənə də sənə son sözümü deyim, mən canlı yayını bağlayıram, mən istəmirəm ki, canlı adam olsun izləyici. Bir dənə sözümü deyim sənə, sən də denən, mən səni dinləyəcəm, belə çıxmayacam. Necə lazımdırsa, bax sən Rusiyadasan, mən Azərbaycandayam. Son 10 gün ərzində bilet alırıq, gəlirəm Türkiyəyə, keç Türkiyəyə.
Üzbəüz gələk səndən söhbət eləyək. Tam İndi sən bir dənə söz deyim də qulaq vermə. Daha oğlan kişilikdə pay yoxdur. Bu dəqiqə girib bilet alıram, gəlirəm. Hadi bomba kimi, o bileti pulunu atman oxşur. Söhbət eləyək. Qulaq, bildim də yaxşı, başa düşdüm də yəni. O bileti deyirəm, laf mən də ödəyərəm. Ya da sən mənim biletimi ödəyərsən. Nə olar ki? Söhbət yox. Prosta sən bir dənə söz deyim də, sənin fikrincə, sənlə görüşməyə dəyərmi? Ya həqiqi də yəni. Bir dənə özümə fikir verir. Mənim fikrimcə yox.